Salam. 9-cu sinif bugün olan sınavla davam edək. 5-ci suala baxırıq. I saw an eagle flying in the sky. It had a fish in its claws. Çox asan bir sual. Eagle, i sait səsi olduğu üçün n artıqlı, fish isə samir səsi olduğu üçün e artıqlı verilir. Mən səmada uçan bir qartal gördüm və onun caynaqlarında bir balıq var idi. 6. Of the students passed the exam, but of them got full marks. Baxın, but varsa bu cümlədə bir tərəf təsdiq, bir tərəf inkar da verməlisiniz. Bir dənə bunu bilsəz, siz demək olar ki, düzgün cavabı tapa bilərdiniz. All of the students passed the exam. Bütün uşaqlar imtahandan keçdi. But none of them got full marks. Ancaq heç biri full, yəni tam qiymət ala bilmədi. Cavab C bəndə düzgündür. 7-yə baxırıq. Tom enjoys playing the piano. Tom pianino çalmaqdan həzz alır. Baxın, bu cümlələrdə mən dəfələrlə deyirəm. Şükür ki, düz yazmışıq bu cavab. Yəni düz yazıblar. Enjoy feilə baxırıq həmişə. Feilimiz enjoydur. Enjoy feilinə necə sual veririk? Əlbəttə ki, do ilə. Və cümləmiz təsdiqdədirsə, nöqtə olan zaman təsdiq veririk, inkarırsa inkar veririk. Buna diqqətli olsaq, cümlədəki inkarları çıxsaq, have yox, enjoys axı feilimiz qeyd etdim ki, do ilə sual veririk. Ona görə cavabımız bəndə düzgündür. 8-ə baxırıq. Ay, 8-ə niyə səhv edibsən? While we ate dinner the phone rings. Yox, while var axı. While olan zaman bir tərəf keçmiş saydı, bir tərəf isə keçmiş damizə verməliydik. Cavabımız bir bəndi. Biz şam yeməyi edərkən telefon zəng çaldı. 9-a baxırıq. She wrote a novel last year. O keçən il novella yazdı. Passive voice istəyir bizdən. Passive voice-də məchul növdə cümləmizin tamamlığını tapmalıyıq. Tamamlığımız a novel'dır. Sonra zamana baxırıq. Wrote keçmiş zamanda olduğu üçün was written. Əla. 9 D düzgündür. Ona baxırıq. It is cold outside. Çox soyuqdur. Wear a jacket. You must wear a jacket. Baxın, haven't to olmaz. Çünki özü ilə inkarlıq verilmir. Ought da to olmalıdır. Cümləni tərcümə etsək, görürük ki, çöl soyuqdur. Sən cəketini geyinməlisən. Davam edək. You weren't at the party last night. Sən dünən axşam partidə deyildin. Baxın, vergül var, ayrıcı sual var. Qəşəng ayrıcı sual olduğunu qeyd olunub. Və bir tərəf inkar, deməli bir tərəf təsdiqli olmalıdır və feilimiz hansı zamandadırsa, hansı köməkçi feillə düzəlibsə, onunla da davam etməliyik. Weren't, were, düzgündür. 12-yə baxırıq. She has been waiting for olar. Wait for leşlənir. Əla. O bir saatdır ki, gözləyirdi. 13-ə baxırıq. I will wait here, but you return. Olmaz axı, but you return. Until you return. Sən qaydana dək, mən səni gözləyəcəm. But olsa demişim, bir tərəf təsdiq, bir tərəf inkar olmalıydı. It is difficult to learn a new language. Yeni bir dil öyrənmək çətindir, düzgündür. 15-ə baxırıq. Children are taught to expect to respect their parents and teachers. Tərcümə etmək lazım idi. Respect axı. Respect sözünü dəfələrlə deyirəm. Hörmət etmək deməkdir. Uşaqlar valideyn və müəllimlərinə hörmət etməyi öyrədilir. Uşaqlara öyrədilir məchul növdədir. To respect. 16-ya baxırıq. Invent. Invent kəşf etmək. Prevent qarşısını almaq. Repair isə təmir etmək. Cavabımız D-bəndir. To invent, to create something new. To prevent, to stop something from happening. To repair. To prevent. Düzdür. To stop. To repair, to fix. 17-yə baxırıq. The artist showed his latest creation at the exhibition. Creation, masterpiece and work. Bəli, öz əsərini göstərir. Sinonim istəyirdi. 18-ə baxırıq. Hi David. Salam David. I hope you are doing great. I just wanted to let you know that I got my new job. Mən ümid edirəm ki, sən yaxşısan və
İstəyirəm ki, sənə deyim ki, mən yeni bir işim var. I'm really excited because it is my dream job. Mən həqiqətən çox həyəcanlıyam çünki bu mənim arzuladığım bir işdir. Nerede kaldık? Let's meet up soon and celebrate together. Gel tezliklə görüşüb bunu qeyd edək. Let me know when you are free. Boş olan zaman mənə xəbər ver. Best Emily. Emily doesn't want to celebrate her new job. Niyə axı öz yeni işini qeyd etmək istəmirdi? Orada deyir axı let's meet, celebrate together söz var axı, birlikdə qeyd edək bunu. Cavabımız Emily told David about her new job. Emily David'e öz yeni işi hakkında söhbət etdi. 19'a baxırıq. Want you learn a new language? Yeni bir dil öğrenmək istəyirsən? Our school offers courses in English, French and Spanish. Bizim məktəbimiz İngilis, Fransız və İspan kursları təklif edir. Our professional teachers will help you improve your speaking and writing skills. Sign up today and get a free trial lesson. Bizim profesyonel müəllimlərimiz bizim speaking və writing bacarıqlarımızı inkişaf elətdirməyə kömək edəcək. Bugün qeydiyyatdan keç və pulsuz dərslərə qoşul. The school offers free courses in all languages. All languages, bütün dillərdə kurs vermir axı. Students can try a lesson for free before paying. Tələbələr ödəniş etməmişdən əvvəl pulsuz dərsdən qeydiyyatdan keçə bilərlər. Düzgündür. Come and have fun at our new swimming pool. Gəlin bizim yeni üzgüçülük havuzumuza. We have clean water, large swimming areas and professional trainers to help you to learn. Bizim təmiz suyumuz, böyük üzgüçülük arenamız, profesyonel məşqçiləri to help you learn. Professional trainers to help you learn. Sənə öyrədəcək profesyonel məşqçilərimiz var. Join us on Sunday at 10 a.m. for the grand opening. Saat 10'da akşam bizim büyük açılışımıza gəlin. Entry is free on the first day. İlk gün giriş pulsuzdur. A new swimming pool will open on Monday. Birinci gün açılacaq. Yox, Sunday. Trains aren't available for beginners. Məşqçilər yeni başlayanlar üçün uyğun deyil. Xeyr. You have to pay to enter the swimming pool on the first day. İlk gün ödəniş etməyəcək deyir. Entry is free on the first day. The swimming pool is free for everyone on Sunday. Bəli, cavabımız D-bəndi. Çünki birinci gün, yəni ilk gün, yəni bazar günü pulsuz olacaq. Giriş mətnə baxaq. Australia is the 6th largest country in the world, is known for its unique wildlife and landscapes. Avustralya dünyanın 6. böyük ölkəsidir və qeyri-adi, nadir vəhşi təbiəti və mənzərəsi ilə tanınır. The capital city of Australia is Canberra, but its largest city is Sydney. Avustralya'nın paytaxtı Canberra'dır, ancaq ən böyük şəhəri Sydney'dir. The country is surrounded by oceans and has beautiful beaches, deserts and forests. Ölkə, okeanlar, gözəl çimərliklər, səhralar və meşələrlə əhatə olunmuşdur. Australia's native people, the Aboriginals, have lived there for thousands of years. Avustralyanın yerli əhalisi, aborigenlər, min illər bundan əvvəl orada yaşamış. They have their own traditions, music and art. Onların özlərinin ənənəsi, adət-ənənəsi, musiqisi və incəsənəti var. Many Aboriginal people still practice their cultural heritage today. Çoxlu aborigen insanlar, yəni yerli əhalilər öz mədəniyyət irsini saxlayır. One of the most famous places in Australia is the Great Barrier Reef. Avustraliyanın ən böyük bariyer rifidir, ən məşhur yeri. It is the largest coral reef system in the world and is home to thousands of marine species. Bu dünyanın ən böyük coral reef sistemidir və minlərlə dəniz nümunələrinə ev sahibliyi edir. Tourists from all over the world visit the reef to see its colorful corals and fish. Turistlər bu dünya
Dünyanın müxtəlif yerlərindən olan turistlər buranın rəngarəng mərcanları və balıqlarını ziyarət etmək üçün gəlirlər. The reef is important for marine life and the environment, but it is also at risk because of climate change. Dəniz həyatı və ətraf mühiti üçün vacibdir bura və həm də iqlim dəyişkənliyi riskini iqlim dəyişkənliyi riskindədir. Australia is also known for its vast deserts. Avstraliya nəhəng səhraları ilə də məşhurdur. The outback is a large, dry area that covers much of the country. Bu quru, geniş sahəsi ölkəni əhatə edir. Few people live in the outback because of the extreme heat, but it is home to unique animals such as kangaroos and dingoes. Çox az insanlar burada yaşayır çünki orada ekstremal istilər olur və bu qeyri-adi heyvanlar, kanguru, dingolar kimi heyvanlara ev sahibliği edir. Some Aboriginal communities still live in the outback and follow their traditional way of life. Bəzi aborigen cəmiyyətlər hələ də outbackdə yaşayır və adət-ənənələrini saxlayırlar. What's the passage mainly about? Passage bölmə nə haqqındaydı? A famous city in Australia. Burada citydən söhbət geçmir axı. Bircə nə deyir ki, paytaxtı Canberradır. Və bir daha Sydney'in böyük şəhər oldu, amma bütün mətndə ondan söhbət geçmir. The natural features and culture of Australia. Təbii xüsusiyyətləri və Avstraliyanın mədəniyyətindən söhbət gedir. 22-yə baxırıq. Which statement is false according to the passage? Hansı səhvdir? Sydney is the capital of Australia. Bəli, Sydney Avstraliyanın paytaxtı deyil. Canberra paytaxtı. Choose a correct answer to the question according to the passage. What makes the Great Barrier Reef special? Böyük Barrier Reefini nə xüsus edirdi? It is the largest coral reef system in the world. Dünyanın ən böyük mərcan sistemi olmazdı. Bu qədər. 24-25 yaş düşməyib. Kanalımıza abunə olub like etməyi unutmayın. Suallarınız olarsa şərhlərdə görüşərik. Hələlik.